Hörmətli Mingəçevir sakinləri, son zamanlar bələdiyyəmizə çox sayda müraciətlər daxil olur. Əmlak vergisi nədir? Niyə ödəməliyəm? Necə ödəməliyəm? Əmlak vergisi yerli vergidir və bələdiyyə büdcəsinə ödənilir. Azərbaycan Respublikasının vergi məcəlləsinin 8-ci fəslinə əsasən fiziki şəxslərə məxsus yaşayış evləri, mənzillər və digər daşınmaz əmlaklar əmlak vergisinə cəlb olunur. Qanunvericiliyə uyğun olaraq yaşayış sahəsinin 30 kvadrat metrə qədər olan hissəsi vergidən azaddır. 30 kvadrat metrdən yuxarı olan hər bir kvadrat metr üçün isə illik 20 qəpik məbləğində əmlak vergisi hesablanır. Bəs əmlak vergisi necə ödənilir? Hər əmlak sahibinin şəxsi yerli vergi ödəyicisi kodu olur. Əmlak vergisi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bunun üçün göstərilən cədvəldə dövlət ödənişləri, sonra isə bələdiyyələr bölməsini seçir, yerli vergi ödəyicisi kodunu daxil edirsiniz, borc ekranda görünür və ödə düyməsini seçməklə ödənişi tamamlayırsınız. Vergi öhdəliyinin vaxtında yerinə yetirilməməsi halında qanunvericiliyə əsasən borc məbləğinin üzərinə hər gecikdirilən gün üçün 0,1% dəbbə hesablanır. Vətəndaş əmlak vergisi üzrə yaranmış borcu barədə məlumatı bələdiyyəyə müraciət etməklə əldə edə bilər. Bunun üçün mənzilin çıxarışı, çıxarış kimin adınadırsa, həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədlə bələdiyyəyə müraciət etməsi kifayətdir. Azərbaycan Respublikasının qanunlarına əsasən pensiyaçılar, şəhid ailələri, müharibə veteranları və müharibə əlilləri üçün əmlak vergisi üzrə 30 manat məbləğində güzəşt tətbiq edilir. Şəhərimizin daha da abadlaşması, inkişaf etməsi, yeni istirahət parklarının, əyləncə meydançalarının salınması və digər xidmətlərin göstərilməsi üçün əmlak vergisini vaxtında ödəyək.